Sual ortaya çıxır, dəyərli həmvətənlərim. Hadisə bir həftə bundan qabaq olubdu. Elə deyilmi? Nə oldu da bu adam ağzını bu gün açdı? Nə oldu adam ağzını bu gün açdı? Deyə bilərsinizmi? Niyə həmən günü danışmadı, sabah gün bürsünücə deyir, adam öz deyir, 2 gündən sonra buradan çıxıram, taborçu oluram, xəstəxanadan çıxıram. Demək ki, adam sağalıb. Adam niyə 3 gün, 4 gün bundan qabaq bunu demədi? Şəkil çəkdirdi, yadımdadır, 5 gün bundan qabaq idmançılarla şəkil çəkdirdi, nə bilim, neynədi, salamlaşdı, öpüşdü. Və niyə adam indi dedi bunu? Niyə onda demədi? Yaxşı, burada bir sual verirəm. Bax, ən kulminasiya nöqtəsi budur. Gecə gündüz ilhamla irəli deyən, ilham deyən, bu götə girən Araz Musayev nə oldu da əgər buna İlham Əliyevin adamları, ya İlhamın o, deyək ki, Mehriban Altay Həsanovu, İlhamın deyə Ədalət Vəliyevi, adicə bir nazir mavini desə ki, buna desəydi ki, ay, prezident həll eləyəcək, ölkənin adını nüfuzuna ləkə gətirmə. Hadisə də olubdur. Adil Əliyev adını çəkmə. Prezidentin səvun qardaşı səfirdir, özü hardadır, nə bilim nədir, hamısı generaldır, bu polkovnikdir, o biri qardaş da zaten polkovnik idi prezident mühafizəsində. Hamısı albay generaldır, general polkovnikdir. Ölkənin nüfuzuna xələl gətirmə, bu sözü demə. Bunu desəydilər, prezidentin indiyə kimi dalına girən, yaltaqlıq eləyən, bu 9 qat çempion Araz Musayev deyəcəkdimi bunu? Deyəcəkdim onu, əlbəttə ki, bu söz deməyəcəkdi. İndi hansı qüvvələr bunu danışdırdı? Hansı qüvvələr dedi ki, bilirsən nə var? Həqiqəti denən. Adil cəzalanmalı. Yaxşı. Bu qüvvələr kim ola bilərdi? Elə İlham Əliyev ailəsinə bağlı. Yaxşı, sualın nədən gəlir, mən bilirəm. Hələ 2 il bundan qabaqdan Mehriban Əliyev və Adil Əliyevin qələmini qırıbdı. 2 il bundan qabaq qələmini qırıbdı Adil Əliyevin. Zəhləsi gedir, tirpaşdır. Onun hərəkəti, danışığı, Mehriban Əliyevanın zəhləsi gedir o adamla. Bilirəm, demə. Zaten ona azca hörmət eləyirdisə, Leylanın o qardaşınla, o biri qardaşına olan münasibət və Məhərrəm Əliyevə görə hörmət eləyirdi. Zəhləsi gedir bunun. 2 ildən çoxdur bunun Mehriban Əliyeva qələmini qırıbdı. İndi, bax, İlham Əliyevin sonudur, hökumətin sonudur. 3 aya, 5 aya, 2 aya, bu il sonuna, bu il payızına, çox güman ki, ən uzağı deyə lap gələn ildə olsa, axırı ki, bu hökumətin sonudur. Sonudur. İndi Adil Əliyev bizim əlimizə diri, salamat keçsə Adil Əliyev nə olacaq? Adil Əliyev salamat keçsə, İlham Əliyev ailəsindən, İlham Əliyevin özündən, birbaşa prezident İlham Əliyevdən əmr alaraq, bu boyda blogerləri, siyasi fəalları, iş adamlarını öldürdüyünü, vurduğunu, yaraladığını, hamısını deməyəcəydimi? Etiraf eləməyəcəydimi? Elə deyilmi? Adil Əliyev hələ pusatda haralarası informasiya verər. Əvvəl də deyirəm, o açıq deyirəm. Səməddən arzu məsələsini Adil Əliyev çerez bizə çatdırıb. Deyə də bilərəm ki, mən sadəcə insanları zibilə salmaq istəmirəm, gələcəkdə deyəcəm. Yəni, dəyərli həmvətənlər, bax, lazım olsa İlham Əliyev tərəfdən bir dənə söz gedərdi, bir dənə bütün dünya maraqlanır axı. Dünyanın 100 ölkəsinin idmançılar gəlib yarışır axı. Ən böyük federasiya, ən böyük adamı bıçaqlayıblar axı. Bütün dünya xəbərlərində getdi axı bu. Lazım olsa İlham Əliyev deyərdi ki, Araz Musayev, söhbəti bağlı, ölkəmizə xələl gəlməsin. Onlar generaldır, bütün qardaşlar generaldır, polkovnikdir. Xələl gəlməsin. Öz aramızda həll eləyəcəyik. Bunu desəydi İlham Əliyev kiminsə vasitəsindən, adicə Vilayət Eyvazovun ən balaca generalının vasitəsindən dedizdirsəydi, Araz Musayev qarı qayrılıb qapı bağlanandan sonra sabah taborçu olur. Bunu indi deyərdimi o yaralı pastelindən bu videonu ölkə silkələndi. İndi niyə elədilər bunu? İndiyə kimi İlham Əliyev, Mehriban Əliyevanın bu boyda sifarişlərini yerinə yetirən, öldürmə, yaralama sifarişlərini yerinə yetirən Adil Əliyev artıq həbsə girməlidir.
Qusqanın sərt şəkildə davamçısı Qusqanın yanına getməlidir. Və İlham Əliyev gedənə yaxın, gedər getməz o adam ürək çatışmamazlığından ölməlidir. Ya da tezbazar, bağırsaq xərçəngi olmalıdır. Çünki bağırsaq xərçəngi tezbazar olur. Və salam və salayım Adil Əliyevə, əzizlərinə. Dəyərli vətəndaşlar, siz Allah, bax mənim indi bax, siz Allah, mənim dediyimdə həqiqət varmı? Adamı 7 gündür bıçaqlayıblar, adam bugün, sabah yox bir suyun çıxır, adam bugün danışdırdılar. Açıq-açığına dedi, əvvəl dolayı deyirdi, dolayı deyirdi. Adil Əliyev məni təhdid eləyib, nə bilim, dolayı şəkildə bir dəfə dedi. Amma indi, açıqca prezidentdən tələb eləyir ki, Erdoğan da hamısını tutdu. Başında Adil Əliyevdir, sizə də əvvəl yazmışdım. Mən ölümdən edilib, bunu həbs eləyin, həbs eləyin, həbs eləyin. Və bunu İlham Əliyev ailəsi istəsəydi deməyə bilərdi, Araz Musayev istəsəydi deyə bilərdi. Zaten Araz Musayev bu videonu hakim ailə ilə razılaşdırmasa bunu həyatı boyu paylaşmaz. 100%. İlham Əliyev, Əlin Ağayev araçılığından, Əlin Ağayevin generalı araçılığından deyib, davay. Bu Adil Əliyevin kitabı bağlanmalıdır. Vəssalam. Və deyilən vətənən. İndi burada nədir məsələ? Adil Əliyev həbs edilib, öldürülməlidir. Bizim əlimizə salamat keçməməlidir. Bu birincisi. İkincisi. Əgər Adil Əliyev həbs edilməsə, deyək ki, Araz Musayev başından böyük qələt elədi, bu çıxış elədi, bunu eləməməliydi, bu hamısı bədahətən gəldi, eləmi? Gördülər ki, Adili tutmurlar, məcbur oldu Araz Musayev belə çıxış elədi, göründüyü kimi deyil. Əgər belədirsə, Adil Əliyev həbs edilmədisə, zaten göründüyü kimidirsə, Adil Əliyev həbs edilməyəcək. Amma yox, mən düz deyirəmsə, plan varsa ortada, göründüyü kimi yox, arxada başqa nələrsə varsa, Adil Əliyev həbs edilib öldürüləcək. Amma yox, ikinci variant, Adil Əliyev həbs edilməsə, vəzifədən vurulmasa, həbs edilməsə, onun və qardaşlarının milyardlarla olan əmlakına, ölkə daxilində, Çexiyada, Türkiyədə, Avropada, nələr var, nələr, Mehriban Əliyev onlara qonmasa, üstəlik bu ailənin sirrini bilənlərdir. Bilin ki, Adil Əliyevin əlində Arzunun Səmədin mıxını yalamaq kaseti var. Mən deyirəmsə, yalan deyirəmsə, uğraşam. Əgər Adil Əliyev həbs edilməsə, vəzifədən vurulmasa, bilin ki, Səməddən Arzu Əliyevanın, Səmədi uyuşturucu, mən yalan deyirəmsə, İlham Əliyev biləcək də, mən ailə biləcək, mən yalan deyirəm ya düz deyirəm. Səməd elə bir gün olmurdu ki, narkotik istifadəçisi olmasın. Ən bahalısından. Bax, Səməd hər zaman Arzunun yanına piyan gəlib, ya hallı gəlibdir. Səməd Arzu ilə, mən yalan deyirəmsə İlham Əliyev ailəsi bilir. Səməd, bunu mənə kim deyir Londondan? Ağzımı açdırmayın. Səməd Arzu ilə həmişə qeyri-etik formada cinsi əlaqədə olubdur. Ona görə də Arzu özü də iyrənirdi Səməddən. Və Adil Əliyev, xüsusilə şeyxə yaxın gedən vaxtları, Adil Əliyev Səmədi örgədib, həmişə Səməd Adil Əliyevdən oturub dururdu. Səməd Arzu ilə yatdığı kasetləri, müxtəlif kasetləri çəkdiribdi, Avropadakı kriminallarındadır. Osman German 50 dənə kriminaldan görüşdü. 50 yerdə Rusiyada mafiyalarla, Türkiyədə mafiyalar, hamısı Adil Əliyevdən əlaqəli. Bütün bu qədər iş adamları, bu qədər siyasətçilər, idmançılar, siyasətçilər hamısı Adil Əliyev vasitəsilə öldürülübdür.
yenə də uzatmıram. İki variant dedim sizə. Kör, gör. Araz Musayev. Birinci variant Araz Musayev bu sözləri dedizdirdilər. Yəni gerçəyi dedizdirdilər. Gerçəyi. Və gerçəkdə də Adil Əliyev qanunla cəzalandırılmalıdır. Nəzərə alsaq ki, ailənin sirrini bilir. Nəzərə alsaq ki, əlində kaset mi var? Kaset yayımlanmağından qorxur İlham Əliyev həmişə. O da Eldar Mahmudov. Yəni, kimdə kaset varsa o cəzalanmır. Bax, Zamira Hacıyeva. Görürsünüz? Cəzalanmır. Mehribanı oradan söyür Londondan. Bir gündə 30 milyon funt sterlingli yalver eləyir. Yəni, kaset kimin əlində varsa, onlar cəzalanmır. Yəni, dəyərli həmvətənlərim, bu boyda danışmağımın məqsədi nədir? Adil Əliyev, Araz Musayev danışdırdılar, həqiqəti dedizdirdilər, qorxma çəkinmə, cinayətkar cəzalanmalıdır. Və Mehriban Əliyeva, İlham Əliyevin sonudur və bu adamın bütün cinayətin içində olan ailənin sirrini bilən bu adam Quska kimi girməlidir içəri. Oradan ölüsü çıxmalı. Ölüsü çıxmalı. Və hər şeydə, bütün əmlakına, dünyada olan hamısına həbs qoyulmalıdır. Paşa evlərə keçməlidir. Vəssalam. Bu olmayacaqsa, bu olmalıdır ha. Çünki İlham Əliyev gedir, Adil Əliyev bizim əlimizə salamat keçsə, vay. Adil Əliyevin işgəncələri, cinayətləri, kimləri necə öldürübdür? Qara kutu Adil Əliyevdir. Bax, qara kutu Adil Əliyevdir. Ölkənin qara kutusu Adil Əliyevdir. Mən sizə deyirəm. Heydər Əliyevin qara kutusu kim idi? Qara kutusu kim idi? Surət Hüseynov. Onu öldürdülər. İlham Əliyevin, Mehribanın qara kutusu kimdir? Adil Əliyev. And olsun Allaha deyirəm. O hələ o şey orada çürüyən var, o Quska. Quska elə belə çumo şeydə. O hələ nə bilirdi ki? O hələ dad eləmişdi. O elə bil 10 adamı döydürübsə, Adil Əliyev 1000 adamı döydürübdür, 100 adamı da öldürübdür. İlham Əliyev üçün. Qısa müddətdə. Əgər belə deyilsə, ikinci variant nədir? Həmişə Səməd piyan gəlirdi, narkotik təsir altında gəlirdi. Səməd, mən yalan deyirəmsə Arzu Əliyeva, İlham Əliyev, yalan deyirəmsə oğraşam mən. Mən bilirəm hardan almışam məlumat. Səməd kompüterdə porno, seks qoyub Arzu ilə cinsel əlaqəyə girmək istəyirdi. Arzunu da daimi hallı, içkili olaraq qeyri-etik formada cinsel əlaqədən zövq alırdı. Və Səmədi özü bilərək ya bilməyərək Səməd Arzu ilə yatdığı, seks elədiyi hər şey çəkilibdir. Siz elə bilirsiniz, Səməd elə bir dənə Arzu ilə sarayda cütləşib, Səməd Arzu ilə ər-arvad idisə, gəmidə də sevişib, xaricdə də sevişib, hər yerdə. Adil Əliyev qardaşlar milyarderdir. Pul buraxıblar, kamera düzüblər, nə danışırsınız siz? Əgər Adil Əliyev gör həbs edilməlidir. Hələ nəzərə alsaq ki, ailənin sirrini bilir, böyük sərvət var əlində. Bu çox problem yarada bilər. Üstəlik də vurula gedir bu qardaşlar. Problem yarada bilər. Üstəlik də mən deyirəm, Arzu, Səməd dalaşmasını, şeyx məsələsini mənə birbaşa Adil Əliyev, Məhərrəm Əliyev ikisi çatdırıbdır. Özləri də bilmədən öz adamlarını. Vallahi billahi deyirəm, çerez London gəlib, biri çerez London gəlib, biri çerez Rusiya gəlibdir, məlumat. İlham Əliyevin ona işgəncə verməsi Səmədə, nə bilim, nə. Heç kim bilməyəndə mən dedim, elə onu. Eləmi? Yenə deyirəm, birinci variant demişdim, ikinci variant, əgər Səməd cəzalanmasa, üzr istəyirəm, əgər Adil Əliyev toxunulmasa
vəzifəsində qal. İndi nədir? Əlində qoşun yox, qüvvə yox. Kimdir? İcra başçıdır da. Qulağından tut, ağzına ver, tullayan da içəri həbs elə də. Ondan dastoyunu oğlanları, icra başçılarını tutturmursan. O birisi nədir? Səfirdir də ağzına soxasan. Kimdir o birisi? Deməli İlham Əliyev, Mehriban Əliyeva gələcəyini düşünərək bu hərəkəti etməsələr, demək ki, hələ öləsi blogerlər var, yaralanası blogerlər var, öləsi blogerlər var, öləsi yaralanası iş adamları var. Adil Əliyevə hələ Mehribanın, İlhamın ehtiyacı olacaq. Demək ki. Əziz həmvətənlərim, ya da ki, ən vacib xəbər Arzu Əliyeva ilə Səmədin seks kasetləri var. Adil Əliyevin Avropada adamların əlində. Rusiyada, Avropada adamların əlində seks kasetləri var. Səməddən Arzunun. Səməd haranın göt verəndə prezidentin qızına 2 dənə şillə vurur. Haranın göt verənidir. Necə işil, prezident qızı döysən, adi qadınsan sən. Qadındır da, səni bəyənmədi də, getdi o qancığın qızıymış, nə bilim, ana çıxan ağaca bala, budaq gəl. Səni bəyənmədi, getdi başqasının altında oldusa, neynəməlisən? Öldürməlisən, vurmalısan? Yox. Niyə özünü poxa salırsan ki? Sivil dünyamız nə deyir? Konstitusiya, qanunlar nə deyir? Yaz, boşan. Yaz, boşan. Tez boşananla tez evlənən peşman olmaz. Dəyərli həmvətənlər, mənə and olsun namus və şərəfimə düz Məhərrəm Əliyevin yanından gəlib məlumat. Yalan deyirəmsə şərəfsizəm. Yalan deyirəmsə oğraşam. Səməddən Arzunun kaseti var Adil Əliyevdə. Səs yazıları çoxdur, amma video görüntülər də var. Ona görə İlham Əliyev deyə bilmir. Qorxur. Adil Əliyevdən qorxur. Mehriban Əliyeva qorxur. Yaxşı, siz qorxursunuz. Putin olmadı, elə oldu, belə, bugün sabah Moskva, nə bilim, nə dağlasıdır. Sentyabr ayına qədər, bilirsiniz, sentyabr ayına qədər Putin ölməlidir. Birinci etapda. Yaxşı, Putin öldü, ölmədi, ölən qabağı zat bircə dəfə hay gelib qaçacaqsınız. Adil Əliyev bizim əlimizə sağ keçsə nə olacaq? Hə, nə olacaq? İlham Əliyev, dünyada harda rahat yaşaya biləcəksən? Sadəcə, mənim üçün Araz Musayev önəmli adam deyil. Dedim də, onun anasının dəlindən öpürəm o Araz Musayevi, o idmançını dünyaya gətirən, 9 dəfə bayrağımızı dünyada qaldıran, dünya çempionatı olub dünyada qaldıran, dünyanın başı üzərinə qaldıran Araz Musayevin anasının, atasının əllərindən öpürəm. Başımızın tacıdır. Araz Musayevə də bu işlərinə görə təşəkkür edirəm. Vətənimizin ən nümunəvi evladı kimi hərəkət elədi. Əziyyət çəkdi, 9 dəfə Avropa çempionu, 3 dəfə, 4 dəfə Avropa çempionu, 9 dəfə də dünya çempionu oldu. Təşəkkür edirəm. Araz Musayev. Təşəkkür edirəm. Amma İlham Əliyevin ki, götünə girirsən, dəmir yumruq, dəmir barmaqsa deyirsən, tez-tez videolarında, ona görə Araz Musayev, puh, sənin üzünə tüpürüm deyirəm. Və salam, o işinə görə sağ ol, bu işinə görə puh, üzünə sənin. Əziz ədələm, dəyərli soydaşlarım, 15 dəqiqədən sonra yayımımız başlayır. Təxminən 15 dəqiqədən sonra yayımımız başlayır, ikinci yayım. Baxın, ha, dəhşətli yayım gəlir, ha, oy, belə, dəhşətli yayım gəlir. 15-20 dəqiqədən sonra 22:30-da dəhşətli yayım gəlir. Ölümünə bir yayım gəlir. Təxminən 15-20 dəqiqəyə yenidən yayıma çıxırıq. Vəssalam. Adil Əliyev barədə dedim. 2 variant. Ya belə, ya belə. Bəzən də bir variantın içində 2-3 dənə də hissə dedim. Yəni punktlar dedim ki,
O punktlar ola bilər. İncədən incəyə xırdaladım, daha bir də bu mövzuya qayıtmayacağım. Sadəcə gedişatı izləyəcəyəm. Gedişatı. Fakt. Subut. Adil Əliyevin 2 dənə işçisi sağ əli, Adil Əliyevin sağ əli vurduran adam da Türkiyədə türmədədir. O da etiraf edib ki, mənə Adil Əliyev əmr veribdir. Vurulan adam göz qabağında. Tutulanlar göz qabağında. Hamısı mən deyəni deyir. İndi görək İlham Əliyevdən Mehriban Əliyeva nə deyir. Görək nə deyir. Görək nə deyir. Bir an öncə İlham Əliyevin yerinə olsam, bir an öncə mənə Adil Əliyevin ölməyi sərf eləmir. Hətta bunu deməyə də bilərdim ki, onu öldürə bilərdilər. Mənə Adil Əliyev diri sərf edir. Diri. Mənə Adil Əliyevin istəmərəm ölsün. Diri sərf edir, diri. Bütün o qara qutuda o mənə lazımdır. O mənə lazımdır. O ölərsə biz çox şey itirərik. Çox cinayətlər açamayacağıq. Adil ölərsə. Hətta onun cinayətlərinin heç yarıdan çoxunu qardaşı Məhərrəm belə bilmir ha. Mən hər şeyi burada dedim Adil Əliyev barədə. Ta körpəlikdən indiyə qədər bütün hərəkətin. Yalandan idmançıyam deyə belə yeriməyinə baxmayın. Onu kişi eləyən gül oğlandır. O kimdir o? Osturduğunla gəyirdiyini bilmir o. Osturduğunla gəyirdiyini bilmir. Panik atakdır o. O nətər idmançıdır, qorxusundan 5 nəfərlə gəzir. Nə, sağ olun, salamat qalın. İzləyək. Bax, indi mən dedim, ha, bir neçə var, 2 variant dedim, onda bir neçə punkt tərəsində. İndi mən izləyirəm. İndi mən izləyirəm. 1, 2, 3 həftə sonra, ən uzağı bu ayın sonlarında yekun qərar verəcəyəm mən. Yekun qərar verəcəyəm. Hələ izləyirəm, görüm nə olacaq. Seks kasetlərinə görə Adilə dəyməyəcəklərmi? Adil Əliyevin, İlham Əliyev ailəsinin şantajı işə yarayacaqmı? Və yaxud şantaj ikinci məsələdir. İlham qorxmur ondan. Avropa elə şeyə pis baxmır. Ancaq Adil Əliyev, onun killer dəstələri yenidən kimlərisə öldürməyə lazım olacaqmı? Adil Əliyev lazım olacaqmı İlham Əliyevə? İlham Əliyev hələ bir neçə ay hakimiyyətdə qaldığı müddətdə kimlərsə Adil Əliyev üzərindən öldürəcək, ona görə Adilə ehtiyacı mı var? Yoxsa İlham Əliyevin sünnət əti qədər, kilitra qədər, sünnət əti qədər, ya Rüya Ayxanın kilitrası qədər İlham Əliyevin kişiliyi olub, dərhal Adilin vəzifədən çıxardıb içəri soxacaqmı? Dərhal. Kakraz da qəşək gündəm olacaq. Mənə onu salamat verin. Mənə Adil Əliyevi salamat verin. Mən onu durub burada killerlərini axtaran deyiləm. Mənə Adili salamat verin. İndi bir şeydən də qorxun ha. Adil Əliyevin tutub içəri salsalar, Adil Əliyev içəri salsalar. İndi Adil Əliyev bilir də, Rusiyada nə qədər killeri var, Gürcüstanda nə qədər, Montenegroda, Türkiyədə, Avropada, Almaniyada, Fransada. İndi adam ancaq killerlərlə işləyib. Adam ancaq bunu bilir. İndi Adil Əliyev tutsalar, İlham Əliyev də gedən vaxtıdır. Bu killerlərin xalq da ancaq radikal adam gətirəcək hakimiyyətə. Radikal adam gətirəcək hakimiyyətə. Harada məni kimi adamlar, necə deyim, dəli dolu adamlar gəlir prezident olur indiki zamanda. Necə deyim, indi İlham Əliyev Adili tutub. Adilin killerlərini, harada hansı killeri var, Adildən istifadə edərək onları öldürtdürəcəkmi? Axırda mı Adili öldürəcəklər? Yaşayaq görək. Yaşayaq görək. Yaşayaq görək. İlham Əliyev də çox pis paza keçibdi Adil barədə. Açıq deyirəm buradan. Sonunda İlham Əliyev, Mehriban Əliyeva da pis paza keçibdi Adil Əliyev barədə. Adil Əliyev, bu siyasi fəallar, iş adamları sıçıb, əmri düzgün icra eləməyib, tam əksinə sıçıb, bax belə poxunu da üzünə gözünə yaxıbdır. İnanın Allaha, Adil Əliyev barədə məndə çox narahatam. Mehriban İlham Əliyevə də, Mehriban və İlham Əliyev də çox narahatdır. Ən azı məndən 2 qat artıq narahatdır. Yaşayaq görək.